Hər vaxtınız xeyir olsun değerli dostlar. Mən Roman Dağıstanlı siyasi video bloqçu. Xahiş bu videomu paylaşın. Çox önemli bir videodur. Baxın, Ağbirçək anamız Xamxozda işləyir. 43 ildir işləyir. Fərhad adında bir insan var. Brigadir, nəzarətçi. Bu Xamxozda işləyənlərə zulm verir. Mən bilmirəm hansı rayonda, indi qarşıma çıxdı TikTokda. Sən kim ixtiyar verib ki, Fərhad? Zahmada yuxarıdan aşağı baxasan. Bu orada işləyən xadimə analarımızın, bacılarımızın, qardaşlarımızın sayəsinə evə bitki çörək aparsan. O ananın yerində öz ananı da qoy da. Fikirləş ki, o da sən anandır. 70 yaşı var. Sənə prezidentimiz gözəl bir tapşırıq verib. Heç kimə ixtiyar verilməyib ki, heç diboy məmura. Yuxarıdan aşağı baxsın sakinlərə. Bu xadiməçi analarımız, bacılarımız olmasa, işləməsələr, sizin rayon pis gündə olar. Mən şahsən bax beləncə xadiməçi analarımızın, bacılarımızın əllərindən öpürəm, ayaqlarından öpürəm. Sağ olsunlar ki, şəhərlərimiz, rayonlarımız təmiz qalır. Bu anaların sayəsinə. Və siz nə edirsiniz? Bu xadiməçi analarımızın, bacılarımızın, qardaşlarımızın sayəsinə ailəci bir çörək qazanırsınız. Onlar da yuxarıdan aşağı baxırsınız. Xahiş bu bir kadr izləyin. Çox önəmli bir kadrdır. İzləyin bu videonu. Mən Gülaliyeva Hicran, mən Zahir qızı. 43 ilə yaxındır, mən kommunalda işləyirəm, süpürgəsi. İndi də yerim nəzir çoxdur, özüm şəkər xəstəsiyəm. Süpürürəm yerimi, qutarıram, Fərhad var nəzarətçidir, müdiriyyəti də öyrədir. Mənə geri oturma, git kimsə o piskə sıxsa, yerinə sən süpürəsən. 5-ci gün mən qutarım işimiz nə ora, saat 1-də oranı qutarmışam. Evə gedəndən sonra 5-ci gündən bəri 3 dəfə skor gəldi mənim üstümə. Aparıblar, həkim götürdü, geri aparır Sabravada, emerciyə olsun onbaşı. Bu bir də əsəbləşsə, bu paraliz keçiriləcək. Bunu kim eləyir? Fərhad eləyir. Süpürür, deyirəm Fərhad, bu boyda yer süpürmə, yer qışqırma, səviyyəsiz adamsız, avratların hamısı haqqı bildirir. Kimə geçirsiniz ondan şikayət edir.